Salam, hörmətli dinləyicilər. Bugünkü dərsimizin mövzusu kök anlayışı və həqiqi üslü qüvvətdir. Əvvəlcə kökün tərifini verək. Kök nə deyilir? n+1 şərtini ödəyən n natural ədədi və AB həqiqi ədədləri üçün b+n bərabərdir a olarsa, b ədədinə a-nın n-ci dərəcədən kökü deyilir. Məsələn, 32-nin 5-ci dərəcədən kökü 2-dir. Yəni, 2+5 bərabərdir 32. 5-ci dərəcədən kök altında 32 bərabərdir 2. Beləliklə, n-ci qüvvəti, n-ci dərəcədən qüvvəti a-ya bərabər olan hər bir b ədədinə a-nın n-ci dərəcədən kökü deyilir. Və bu şəkildə yazılır. N-ci dərəcədən kök altında a. A ədədinin n-ci dərəcədən kökünün tapılma əməlinə A ədədinin n-ci dərəcədən kök alma əməli deyilir. Yəni, kök altında 4-cü dərəcədən 16 bərabərdir 2. Buna biz deyirik kök alma əməli. Kök alma əməli qüvvətə yüksəltmə əməlinin tərsidir. Yəni, 2+4 bərabərdir 16. Qüvvətə yüksəltdiyimiz ədəddən kök aldığımız zaman, deməli, 2+4 bərabərdir 16. Kökünü aldığımız zaman isə təkrar 2-yə qayıtmış oluruq. Yəni, ona görə kök alma əməli qüvvətə yüksəltmə əməlinin tərsi adlanır. İndi, n tək ədəd olduqda istənilən a ədədi üçün n-ci qüvvəti a-ya bərabər olan yeganə həqiqi ədəd var. Amma n cüt ədəd olarsa, onda a böyük 0 olduqda n-ci qüvvəti a-ya bərabər olan 2 həqiqi ədəd var. Bunlar əks ədədlərdir. A kiçikdir 0 olduqda isə belə ədədlər yoxdur. Yəni, tutaq ki, müsbət -2 üstü 4 bərabərdir 16. Amma ədəd -8-dirsə, bunun bir dənə -2 üstü 3-cü dərəcənin qüvvəti -8-ə bərabər olur. İkinci bir ədəd yoxdur. Mənfi olmayan ədədin cüt dərəcədən mənfi olmayan kökünə hesabı kök deyilir və n-ci dərəcədən kök adda a kimi işarə olunur və belə oxunur. A-nın n-ci dərəcədən kökü. N kökün dərəcəsi a isə kök altı ifadə adlanır. Xüsusi halda n bərabərdir 2 olduqda kök altda a dərəcə yazılmır. Yəni, kvadrat kök olduqda kökün dərəcəsi 2 orada yazılmır. Amma 3, 4 və s. olduqda isə kökün dərəcəsi yazılır. Dərəcə yazılmadıqda ona kvadrat kök deyilir. Yəni, n bərabərdir 3 olduqda çox vaxt 3-cü dərəcədən kök və yaxud da kub kök deyilir. 2 olduqda buna kvadrat kök və yaxud da kök altda a kimi oxunur. Şərtləri əsasən alırıq ki, istənilən a həqiqi ədədi üçün n cüt olduqda n-ci dərəcədən a üstü n bərabərdir modula. Yəni, əslində yuxarıda yazdığımız, misal üçün 4-cü dərəcədən 16, bunu yazırıq 4-cü dərəcədən müsbət -2 üstü 4. Bu da modulundan çıxır. Müsbət -2 bərabərdir müsbət 2. Deməli, cüt dərəcədən mənfi olmayan ədədin cüt dərəcədən mənfi olmayan kökünə hesabi kök deyilir. Yəni, cüt dərəcə kökün dərəcəsi cüt olduqda ondan mənfi ədəd çıxmır. Hər zaman müsbət çıxır və ona hesabi kök deyilir. Kökün dərəcəsi cüt olduqda kökün altında mənfi ola bilməz. Çünki biz biraz əvvəl tərifi deyərkən dedik ki, 4-cü dərəcədən kök deyəndə, yəni hansı ədədi 4 dəfə öz-özünə vurduqda -8 olar. Belə bir ədəd olmadığı üçün bunun mənası olmur. Kökün tərifinə görə mənası olmur. Amma tək sayda kökün dərəcəsi tək ədəd olduğu üçün, tək sayda mənfi ədədə vurduqda tək ədəd olduğu üçün bunun mənası olur. 6-cı dərəcədən kök altı -3-8, -3-8 müsbət olduğu üçün bunun da mənası olur. Amma -3 mötərizədə yazılmadığı üçün, bu mənfi ədəd olduğu üçün bunun mənası yoxdur. Ona görə bu doğru deyil. Yəni, burada mənası olan b və c-dir. Yəni, bu niyə görə olur? Çünki -3/6 -1 vur 3/6 deməkdir. Bu da mənfidir. Əgər bu mötərizədə yazılsaydı -3/6, onda bu müsbət 3/6 olardı, mənası olardı. C-də də bax o formada yazırıq. -3/8. Ona görə bunun mənası olur, amma D-də mənası olmur.
Burada isə misalda görürsünüz kök altı 25, ondan çıxır 5. 3-cü dərəcədən kök altda mənfi 27, mənfi 3. 4-cü dərəcədən 16-dan da müsbət 2 çıxır. O dedir, toplayanda isə cavab olur 4. İndi isə kökün xassələrinə keçirik. Deməli, birinci xassə A böyük bərabərdir 0 və B böyük bərabərdir 0 olarsa, n-ci dərəcədən kök altında n-ci dərəcədən AB bərabərdir ayrı-ayrı köklərin hansını. Yəni, n-ci dərəcədən kökdə A vur, n-ci dərəcədən kökdə B. Yəni, mənfi olmayan vurğuların hansının n-ci dərəcədən kökü bu vurğuların n-ci dərəcədən kökləri hansında bərabərdir. Bu misalda da göründüyü kimi 3-cü dərəcədən 27 vur 64 ayrı-ayrı köklərin hansı kimi yazıb, sonra 3 vur 4 cavab 12 almış oluruq. İkinci xassə surəti mənfi olmayan, məxrəci isə müsbət olan kəsrin n-ci dərəcədən kökü surət məxrəcin n-ci dərəcədən kökləri nisbətinə bərabərdir. Yəni, burada da gördüyümüz kimi bunları ayrı-ayrı kökləri nisbəti kimi yaza bilirik. Misalda da gördüyümüz kimi 4-cü dərəcədən 16 böl 4-cü dərəcədən 81 bərabərdir 3-2. Bunu tərsinə də yaza bilərik. Yəni, dərəcələri eyni olan iki köklərin nisbətini bir dərəcədən kökün altında yaza bilərik. Yəni, eyni bir kökün altında yazmaq olar. İndi irəlidə misallarda da bu xassələrdən istifadə edəcəyik. N və K natural ədədlər və A böyük bərabərdir 0 olarsa, n-ci dərəcədən A üstü K, yəni kökü qüvvəti yüksəltdikdə kökün dərəcəsi qalır. Kök 6 ədədi K-cı dərəcədən qüvvəti yüksəltmiş oluruq. Misal üçün, burada 5-ci dərəcədən 2 üstü 4, 5-ci dərəcədən 2 üstü 4 olmuş olub 16. Və yaxud da bunu başqa bir dənə misal yazaq. Tutaq ki, 3-cü dərəcədən 2 üstü 5 üstü 6. Əgər yazası olsa, burada nə olacaq? 3-cü dərəcədən 2 üstü 5 vur 6, 30. Bunu da yaza bilərik 2 üstü 3-də 30. Yəni, bu deyilir 2 üstü 10. Dördüncü xassədə isə N və K natural ədədlər və A böyük bərabərdir 0 olarsa, buna deyilir kökün kökü xassəsi. Yəni, N-ci dərəcədən kök altda, K-cı dərəcədən kök altda aldıqda kökün dərəcələri bir-birinə vurulub, bir kökün altında yazılmış olur. Kök NK dərəcədən kök altda A. Bunu artıra da bilərik. 3 dənə də ola bilər. Fərqi yoxdur. Yəni, misal üçün yazırıqsa əgər, burada yazırıq 4-cü dərəcədən 3-cü dərəcədən kök altda tutaq ki 2. Buradan olur 4 vur 3, 12 vur 2, 24-cü dərəcədən kök altda 2 olmuş. Yəni, bunun nəticəsi 24-cü dərəcədən kök altda 2-yə bərabər olmuş olur. 5-ci xassə N, K, M natural ədədlər və A böyük bərabərdir 0 olarsa, kökün dərəcəsini və qüvvət üstünü eyni bir natural ədədə vurub və ya bölə bilərik. Və burada gördüyümüz kimi N-ci dərəcədən A üstü M hər ikisini KN, KM, K-ya bölmüş oluruq. Eyni zamanda vurmaq da olar. Buna eyni zamanda kökün əsas xassəsi deyilir. Kökün dərəcəsini və qüvvət üstünü eyni bir natural ədədə vurduqda ya böldükdə kökün qiyməti dəyişməz. Misal üçün yazıram burada 3-cü dərəcədən kök altda 4. Bunu dərəcəsini və qüvvət üstünü 2-yə vursaq 6-cı dərəcədən 4 üstü 2. Və yaxud da 5-ə vursaq 15-ci dərəcədən 4 üstü 5. Bu şəkildə yaza bilərik. Eyni zamanda kökün dərəcəsini və qüvvət üstünü eyni bir natural ədədə bölə bilərik. Misal üçün yazırıq 16-cı dərəcədən 5 üstü 12. Bunun kökünü və dərəcəsini və qüvvət üstünü 4-ə bölsək, 16 böl 4, 4. Burada da olacaq 12 böl 4, 3. Yəni, burada hər ikisini biz 4-ə bölmüş olduq. Deməli, kökün dərəcəsini və qüvvət üstünü eyni bir natural ədədə vurmaq və ya bölmək olar. Bundan ən çox kökün dərəcələrini bərabərləşdirən zaman istifadə edirik. Deməli, kökün əsas xassəsindən ən çox kökləri müqayisə edərkən və yaxud da kökün dərəcələrini eyniləşdirən zaman istifadə olunur. Belə bir dənə misal yazam. Məsələn, 5-ci dərəcədən 3
3-cü dərəcədən 2. Bu köklərdən hansının böyük, hansının kiçik olduğunu bilməkdən ötürü dərəcələri eyniləşdiririk. 5 ilə 3-ə ek ol, 15 olduğu üçün hər ikisinin dərəcəsini və qüvvət üstünü birincidə, deməli 15-ə gətirəcəyik. Birincidə kökün dərəcəsi 15-ə götürmək üçün kökün dərəcəsini və qüvvət üstünü 3-ə vuracaq. Olacaq 15, 3-3. Burada isə dərəcəsini və qüvvət üstünü 5-ə vuracaq. Olacaq 15, 2/5. Buradan da aydın məsələdir ki, 15-ci dərəcədən 3/3 eləyir 27. 15-ci dərəcədən 2/5 olur 32. 27 32-dən kiçik olduğu üçün deməli 5-ci dərəcədən kök altı üstə kiçikdir 3-cü dərəcədən kökdə 2-dən. Yəni bu xassədən 5-ci xassədən istifadə edərək burada dərəcələri müxtəlif olan kəsrlərin müqayisəsini yazmış olduq. Yine burada dimin test topusunda olan suallardan biri verilib. Bunun necə izah edirik, necə həll edirik izahını verək. Deməli, birinci 2-ni saxlayırıq öz yerində, 6 da qalır dərəcə olaraq. Bu 4-ü kökün altına salırıq. 4-ü kökün altına salmaqdan ötürü burada dərəcə 2-dir. 2 olanda yazılmır. 4-ü kvadrata yüksəldib yazırıq ikinci kökün altına. Yəni 4-ün kvadratı vurulsun 2. Aşağıda yenə 4 dərəcəni olduğu kimi saxlayırıq. Burada 8-i kökün altına salan zaman 8-in kubu vurulsun 4 yazmış oluruq. Bu isə bərabərdir 2. 6 vur 2. 12-ci dərəcədən kökün kök xassəsinə görə. Bu da 16 vur 2 elədir 32. Burada isə yenə 12-ci dərəcədən 8/3 vurulsun 4. Bunu da 2 əsasına görə yazsaq 8-i 2/3 vurulsun 2/2 kimi yaza bilərik. Bərabərdir. Bunu da yenə 2-ni kökün altına salası olsaq, onda olacaq 12-ci dərəcədən 2/12 vurulsun 2/5. Burada da dərəcə yenə eyni olduğu üçün 2/3 vur 3 9 vurulsun 2/2 elədi 2/11. Bunu da yenə dərəcələri eyni olduğu üçün bir kökün altında yaza bilərik. 2/17 12 plus 5 bölünsün 2/11. Bu da olacaq 12-ci dərəcədən 2/17-ni 2/11-ə bölündü 2/6 qalır. Bu da 12 ilə 6 hər ikisi 6-ya bölündüyü zaman qalır burada kök altı 2. Yəni cavab oldu C bəndi köklü 2. Yəni biraz əvvəl öyrəndiyimiz xassələrdən istifadə edərək bu ifadəni sadələşdirmiş olduq. Əgər kökün dərəcəsi cütdürsə, onda kökün altında mənfi ədəd ola bilməz. Onun mənası yox idi, biraz əvvəl dedik. Amma kökün dərəcəsi təkdirsə, 2n plus 1 tək ədədlərin ümumi formasıdır. Onda kökün altında istənilən həqiqi ədəd ola bilər, mənfi və ya müsbət. Ona görə 4-cü dərəcədən 6, 10-cu dərəcədən kök altı 32 mənası var. Amma mənfi 10 olanda 6-cı dərəcədən mənası yoxdur. 8-ci dərəcədən kök altının mənfi 20 mənası yoxdur. Burada isə 5-ci dərəcədən kök altının mənfi 25 mənası var. Deməli, kökün altında 6-cı dərəcədən kök altı 64 mənfi 2 ola bilməz. Əgər cüt dərəcədirsə, cüt dərəcədən mənfi olmayan ədədin mənfi olmayan kökünə biraz əvvəl dedik ki, hesabi kök deyilir. Ona görə burada 6-cı dərəcədən kök altı 64-dən mənfi 2 çıxmır. Düzdür, biz demişik ki, kökalma əməli qüvvəti yüksəltmə əməlinin tərsidir. Amma burada hesabı kök olduğuna görə mənfi ədədi götürülmür. Ancaq müsbət ədəd götürmüş oluruq. Ona görə bunlar burada səhv olmuş olur. Burada müsbət 2, burada da müsbət 4 çıxırdı. Amma tək olduqda isə 5-ci dərəcədən kök altında mənfi 32 olduqda isə buradan mənfi 2 çıxmış olur. İndi kökün dərəcəsi və qüvvət üstü eyni olarsa,
Əgər cütdürsə, kökün dərəcəsi və qüvvət üstü cüt ədəddirsə, onda kökdən modul A çıxır. Burada gördüyümüz kimi. Yəni, bunu eləcə A çıxara bilmərik. Amma təkdirsə, burada necə çıxartmış oluruq? Elə ədədin özünü çıxartmış oluruq. Yəni, burada da aşağıda da misalda gördüyümüz kimi 6-cı dərəcənin x üstü 6 modul x çıxır. Biraz əvvəl misal üçün yazdığımız orada 6-cı dərəcənin 64. Bu əslində nə olur? 6 müsbət mənfi. Yenə biraz əvvəl lap başda dediyimiz kimi yenə təkrar deyirəm. Bu olur modulda müsbət mənfi 2. Moduldan həmişə nə çıxır? Müsbət. Ona görə cüt dərəcədən 64-dən həmişə nə çıxmış olur? Müsbət ədəd. Yəni, kökün dərəcəsi cütdürsə, ondan kök alaraq həmişə aldığımız cavab müsbət olur. Ona görə buradan mənfi çıxmır. Amma 5-ci dərəcənin x üstü 5, yəni tək olduqda, kökün dərəcəsi və qüvvəsi tək olduqda isə olduğu kimi elə kökdən çıxmış olur. Burada da misal nümunəsində görürsünüz. 5-ci dərəcənin m üstü 5 təkdir. M kiçikdir 0 verib. İndi onu nəyə görə verib deyəcəyik. 4-cü dərəcənin m üstü 4 ifadəsini deyil, sadələşdirin. Ona görə burada kökün dərəcəsi və qüvvət üstü tək olduqsa elə olduğu kimi m çıxıb. Burada isə cüt olduğu üçün modul m ilə çıxıb. Və modul m-dən də biz bilirik ki, modul m en kiçikdir 0 oldu, mənfi ilə çıxır. Qabağında da mənfi olduğu üçün 2 mənfi olur, cavab 2. Vurğun kök işarəsi altından çıxarılması. İndi vurğun kök işarəsi altından çıxaran zamanda biraz əvvəlki qaydanı nəzərə almaq lazımdır. Bax, burada görürüz ki, 2n, yəni cütdür, burada da 2n cüt olduğu üçün kökdən necə çıxıb? Modul A ilə çıxıb. Ya modulsu çıxartsaq, bunu xəta eləmiş olaraq, səhv etmiş olaraq. Ona görə burada vurğu kök işarəsinin altından çıxaran zaman çox diqqətli olmaq lazımdır. Burada görürsünüz, A böyükdür 0, modulda A böyükdür 0 oldu, elə müsbət A çıxır. Ona görə bu şəkildə çıxmış olur. Amma A kiçikdir 0 olduqda isə modulda A, modul A-dan da nə çıxır? Mənfi A çıxır. Ona görə burada qabağına mənfi qoyub vurğu kök işarəsi xaricinə çıxartmış oluruq. Vurğun kök işarəsi daxilinə salınması zamanı isə deməli, burada yenə diqqətli olmaq lazımdır. A böyükdür 0 olduqda A üstü 2n-ci dərəcə, A üstü 2n B. Amma A kiçikdir 0 olduqda A mənfi olduğu üçün burada kökün qabağına mənfi içəri daxil olmur. Mənfi çöldə qalmış olur. Sadəcə içəri müsbət olaraq vurğu salmış olur. Mən bu vurğu kökün altına salmaq istəyirəmsə, bu mənfi 3 kvadratı yüksəltməyəcəm axı. Burada yazam 3 üstü 2 vurulsun 2. Olacaq nə? Mənfi kök altında 18. Çünki kökün altında mənfi ola bilmədiyi üçün, burada mənfi çöldə qalmış olur. Burada da diqqətli olmaq lazımdır. İndi isə demin test topusunda ola bilər bir sual var. Vurğu kök işarəsi altından çıxarılmasına aid. Deməli, bu misalın həlləri yazan zaman bərabərdir yazıram. 4-cü dərəcədən bunu yaza bilərik. 81 A üstü 4 B üstü 4 vurulsun 3 A kvadrat vurulsun B. İndi buradan görürük ki, biz bunu yaza bilərik. 4-cü dərəcədən 3 üstü A, B üstü 4 vurulsun 3A kvadrat B. Biraz əvvəl dediyimiz qaydaya görə dərəcəsi və qüvvət üstü cüt olduğuna görə buradan çıxacaq modulda 3AB 4-cü dərəcədən 3A kvadrat B. Bu da bərabərdir. İndi A kiçikdir 0 olduğu üçün, deməli, A kiçikdir 0 olduğu üçün, burada da bu A üstü 6 həmişə müsbət olduğu üçün B mənfi ola bilməz. Çünki kökün mənası olması üçün burada B böyükdür 0. Düzdür, burada sadəcə A kiçikdir 0 verib. Amma B-nin işarəsini verməyib. Biz buradan bilirik ki, bu kökün dərəcəsi cüt olduğu üçün, kökün mənası olması üçün B böyükdür 0 olmalıdır. Bunu artıq biz özümüz müəyyən etmiş oluruq. Çünki burada B mənfi ola bilməz, qüvvət üstü tək olduğu üçün. Ona görə A mənfi, B müsbət olduğu üçün, bu hasıl da mənfi olduğu üçün,
onda moduldan da mənfi 3AB kimi çıxmış olur. 4-cü dərzdən 3A kvadrat vurulsun B. Yəni cavab onda olur Y bəndi. Mənfi 3AB 4-cü dərzdən 3A kvadrat B. Yenə divin test topusunda olan digər bir sual isə burada vurğu kökün altına salmaqdan söhbət gedir. Burada A kiçikdir 0 olduğu üçün deməli mən onda 2A'nı kökün altına salan zaman olacaq qabağında mənfi 2A üstü 4 B. Bu da olacaq 4-cü dərəcədən. 4-cü dərəcədən mənfi kökün qabağında 2A üstü 4 elədi 16 A üstü 4 B. Yəni burada cavab nə olur? C bəndi olmuş olur. Burada da kökün altına salan zaman mənfi olduğu üçün kökün qabağında mənfi olmalıdır ki, doğru olsun. Yenə divin test topusunda olan digər bir sual isə deyir ki, bu ifadənin qiymətini hesablayın. Deməli, burada dərəcə və qüvvət üstü cüt olduğu üçün modulundan çıxır. 2 çıx kökdə 5 çıxılsın. Yenə modulundan kökdə 5 çıxılsın 3. İndi baxırıq. 2 çıx kökdə 5. 2 kökdə 5-dən kiçik olduğu üçün burada qabağına mənfi qoyub çıxardırıq. 2 çıxılsın kökdə 5. Burada isə kökdə 5 çıx 3 yenə mənfi olduğu üçün qabağına mənfi qoyub çıxardırıq. Ona görə 2 mənfi 2 mənfi olur müsbət. Kökdə 5 çıxılsın 3. Bunu da açan zaman cavab alırıq 2 kökdə 5 çıxılsın 5. Yenə divin test topusunda olan belə bir sual var. Deyir ki, bu ifadəni sadələşdirin. Bunu da sadələşdirməkdən ötürü deməli kökün altında birinci və ikincidən A kvadratını çıxarsaq orta vurğu kimi A çıx 1. Üçüncü və dördüncüdən mənfi 1'i çıxarsaq yenə A çıx 1 çıxmış olur. Və bunların hər ikisindən A çıx 1'i orta vurğu kimi mötərizə xaricinə çıxarsaq alarıq A kvadrat çıxılsın 1. Bu da bərabərdir A çıx 1. A çıx 1 müxtəsər majüstürlərinə görə vurğuları ayırsaq. Nəticədə alırıq ki, buradan A çıx 1'in kvadratı vurulsun A üstəgəl 1. İndi buradan isə dərəcəsi və qüvvət üstə eyni oldu, cüt olduğu üçün modulda A çıx 1 almış oluruq. Kökün altında isə qalır A plus 1. İndi A 1'dən böyük olduğu üçün A çıx 1'dən müsbət olur. Ona görə elə bu olur. A çıxılsın 1. Kökün altında A üstəgəl 1. Yəni cavab olur B bəndi. İndi isə köklü ifadələrin qoşması. Əgər kökün dərəcəsi 2'dirsə, elə onun qoşması yenə özü olmuş olur. Belə bir dənə deyək ki, 5-ci dərəcədən 2 üstü 3. Bunun qoşması nə olacaq? 5-ci dərəcədən 2 üstü 5 çıx 3. Bu da nə olur? 5-ci dərəcədən 2 üstü 3. 5-ci dərəcədən 2 üstü 2. Bu da nə olur? 5-ci dərəcədən 2 üstü 5. Yəni olur 2. Yəni bəzən köklərdə kəsr şəklində verəndə məxrəcdə 5-ci dərəcədən 2 üstü 3 versə, desək ki, onun məxrəcini irrasional azad elə, bu şəkildə qoşmasına vurub irrasionaldan azad etmiş oluruq. Kök altda A çıxılsın kök altda 1, qoşması isə kökdə A plus kökdə B-dir. Yəni bunların fərqi yoxdur. Minusda qoşması plus, plusda qoşması minus olmuş olur. Sonra 3-cü dərəcədən A üstəgəl 3-cü dərəcədən B qoşması olur. 3-cü dərəcədən A kvadrat çıxılsın 3-cü dərəcədən AB plus 3-cü dərəcədən B kvadrat. Və eyni şəkildə də minus olanda da qoşması bu formada olmuş olur. Bunlar niyə görə belə olur? Hardan bu alınmış olur? Bunun izahını verək. Misal üçün deyirəm ki, A çıx B. A çıx B-ni biz yaza bilərik. A üstü 2'də 1'in kvadratı çıxılsın B üstü 2'də 1'in kvadratı.
Bu da ne olur? Elə bir ki, a üstü 2'də 1 kökdə a deməkdir. Kökdə a-nın kvadratı kökdə b-nin kvadratı. Bu da a kvadrat çıx b kvadrat üstünə görə nə olur? Kökdə a çıx kökdə b, kökdə a plus kökdə b kimi yazmış oluruq. Sonra a çıx b-ni bu şəkildə də vurğulara ayıra bilərik. A üstü 3'də 1'in kubu çıx b üstü 3'də 1'in kubu. Bu da 3-cü dərəcədən kökdə a-nın kubu çıx 3-cü dərəcədən kökdə b-nin kubu. A kub çıx b kub müxtəsər mod üstünə görə yaza bilərik. A çıx b olduğu üçün, məsələn, a kub çıx b kub nəyə bərabərdir? A çıx b, a kvadrat üstə gəl ab plus b kvadrat. Elə ki, burada a-nın yerinə 3-cü dərəcədən kökdə a, b-nin yerinə də 3-cü dərəcədən kökdə b durur. Ona görə bu şəkildə vurğulara ayırmış oluruq. Yəni, bunun rasionallaşdırıcı vurğu bu ifadədir və yaxud da sağdakı ifadənin rasionallaşdırıcı vurğu da soldakı ifadə olmuş olur. Burada isə misalda görürsünüz, məxrəci irrasionaldan azad etmək üçün qoşmasına vururuq. Köklü 3-ün qoşması köklü 3 oldu. Sürət məxrəci köklü 3'ü vurub bu şəkildə məxrəci irrasionallıqdan azad etmiş oluruq. Aşağıda da yenə 3 plus köklü 2'nin qoşması 3 minus kökdə 2'dir. Kökün məxrəcini və sürətini 3 çıx kökdə 2'yə vurduğumuz zaman belə bir ifadə alıb və buradan da 14-dən 7 ixtisar gedən zaman bu şəkildə məxrəci irrasionaldan azad etmiş oluruq. İndi yenə demin test topusunda olan belə bir dənə sual var. İfadəsinin deyil, qiymətini tapın. Bunu deməli nə edirik? Yuxarıda 1, 2, 3, 4, 5. 5 dənə 25/7 var. Ona görə bunu yazırıq. 5 vurulsun 25/7. Sonra aşağıda isə biraz əvvəl yazdığımız qaydaya görə 3-cü dərəcədən kökdə 6 çıx 1, 3-cü dərəcədən 6'nın kvadratı, üstə gəl 1-ci ilə 2-cinin hasili, 3-cü dərəcədən 6 vur, 3-cü dərəcədən kökdə 1, yəni bunu verir. Üstə gəl mənfi 1'in kvadratı, o da müsbət 1. Deməli, elə bu a kub çıx b kub müxtəsər mod üstünə görə 3-cü dərəcədən 6'nın kubundan çıxılsın 1'in kubunun açılışıdır bu ifadə. Bu da bizə verir, kökün altında yazsaq. Deməli, burada yazırıq. Məxrəcdə, daha doğrusu sürətdə 5 vurulsun. 27'ni yazırıq. 5'dir 14. Çünki 5'dir 2 üstü 7 olduğu üçün 5'dir 14 olur. Burada isə olur. Deməli, aşağıda isə olur 6 çıxılsın 1. Bu da bərabərdir. 5-ci dərəcədən 14 burada, 1 də burada oldu. 5 üstü 15. Aşağıda da 6 çıx 1, bu da elədir 5. Bu da 5 üstü 3 üstü 15 olduğu üçün bundan çıxır 5 üstü 3 böl 5. Bu da 5'in kvadratı. Cavab olur 25. Yəni bu ifadəni sadələşdirdik. Cavab oldu 25. Burada isə 2020-ci ildə buraxılış imtahana düşən sualdır. Bunu necə sadələşdirmək olar? Deməli, bu birinci və ikinci, burada birinci mötərizədə yazılandan kökdə 5'in mötərizə xaricine çıxarsa, qalır nə? Kökdə 2 minus 1. Bu birisindən isə kökdə 2'ni çıxarsaq, qalır kökdə 5 minus 1. Sonra kökdə 2 plus 1 yazırıq. Qalanları vurulsun kökdə 5 plus 1. Bu da bərabərdir. Kökdə 5 vur kökdə 2, kökdə 10. Kökdə 2 çıx 1 ilə kökdə 2 plus 1'i bu ikisini vuranda 2 çıx 1, 1 qalır. Bu ikisini də vuran zaman 5 çıx 1, o da qalır 4. Bu da olur 4 kökdə 10. Bu sualda isə 19-cu sual 2021-ci ildə buraxılışa düşən sualdır. Deməli, bu ikinci ifadəni kök altda a kvadrat plus 29 üstə gəl kök altda a kvadrat plus 5 bərabər t deyib, sonra bunları alt-alta vursaq, müxtəsər mod düsturuna görə kök altında a kvadrat plus 29 çıxılsın kök altda a kvadrat plus 5 vurulsun kök altda a kvadrat plus 29 üstə gəl kök altda a kvadrat plus 5 bərabər 4t. Alt-alta vururuq. Bu da a çıx b, a plus b müxtəsər mod düsturuna görə bunu buna vurduğumuz zaman kök gedir, qalır a kvadrat plus 29. Bunu da buna vurduğumuz zaman yenə kök gedir, qalır a kvadrat plus 5 mötərizədə yazmış qabağına minus qoyuruq. Buradan isə t bərabərdir 6. Deməli, bu ikinci ifadənin qiyməti elə
6'ya bərabər olmuş olur. İndi isə 2 qat radikallar, yəni kökün altında yenə kök varsa burada kök altında a plus minus b, kök altında b şəklində olan ifadələr 2 qat radikallar adlanır və bunlardan kök alma məsələsi var. Bu ifadələrdən necə kök alırıq? Kök alma əməli necə hesablanır? Onu göstərmiş olacaq. Burada ümumi olaraq mürəkkəb kök düsturu da var, amma mürəkkəb kök düsturu biraz uzun olduğu üçün ondan istifadə etmək çox da əlverişli deyil. Burada əsas nəyə baxmaq lazımdır? Bütün ifadələri kök altında a plus minus 2 kök altında b şəklinə salıb, burada da biz baxırıq. Məsələn, a ədədi hansı 2 ədədin cəmi, b ədədi isə hansı 2 ədədin hasılı olarsa, o zaman bax burada yazıb n plus n, b də n vur n 2 ədədin hasılı olarsa, onda bunlardan kök nə çıxır? Kökdə n plus kökdə n. Minus olanda da minus olur. Məsələn, bu misalda görürük. Kök altında 7 plus 2 kök altında 12. Hansı 2 ədədi vuranda 12 toplayanda 7 eləyir. 4 ilə 3. Deməli, bu qaydaya görə kökdə 4 plus kökdə 3. Kökdə 4-dən də nə çıxır? 2 çıxır. Ona görə 2 plus kökdə 3 yazmış oluruq. Məsələn, burada da vuranda 5 toplayanda 6 eləyən hansı 2 ədəd var? 5 ilə 1. Bax, 5 ilə 1-i vuranda 5, toplayanda 6. Deməli, bundan kökdə 5 çıx, kökdə 1 olur. Burada vuranda 2, toplayanda 3, 2 ilə 1. Deməli, bu nə olacaq? Kökdə 2 plus 1. Bu şəkildə kök almış oluruq 2 qat radikallarına. Radikaldan bu şəkildə kök almış oluruq. Burada isə qeyd olaraq, xüsusi hal olaraq bunu uzun yolla da yazmaq olar. Yəni, əgər kök altında tutaq ki, a ədədi ardıcıl 2 ədədin hasilidirsə, misal üçün 12 yazıram. 12 üstə gəl, 12 üstə gəl, kök altında yenə 12 bu şəkildə sonsuz sayda gedirsə, 12 hansı 2 ədədin hasilidir? 3 ilə 4-ün. Cəm olanda böyüyünü götürüb, burada a bərabərdir, n vurulsun, n plus 1. Deməli, 12 bərabərdir, 3 vur, 4. Deməli, cavab oldu 4. Əgər burada minus olsaydı, onda cavabı bunun 3 olmuş olacaqdı. Yəni, bu tip qabağımıza suallar çıxarsa, bu şəkildə həll olunur. Əgər ardıcıl 2 ədədin hasıl deyilsə, o zaman ardıcıl deyilsə, yəni bu şəkildə verilib, amma ardıcıl deyil, onda əlbəttə ki, bunu yazmaq biraz fərqli olur. Necə olur? Məsəl üçün, buna bərabərdir bir dənə x desək, bu ifadə də sonsuz sayda getdiyinə görə a üstə gəl x bərabərdir x olur. Bunu da hər tərəfin kvadratı yüksəltməklə alırıq a plus x bərabərdir x kvadrat. Sonra x kvadrat çıx, x çıxa bərabərdir 0 kimi kvadrat tənliyə gətirib həll edirik və bu kvadrat tənliyin aldığımız köklərindən müsbət olanı götürürük. Çünki kökün dərəcəsi cüt olanda ancaq müsbət kök çıxır. Ona görə də buradan aldığımız bu kvadrat tənliyin köklərindən müsbət olanı cavab olaraq götürmüş oluruq. İndi biraz əvvəlki yazdığımız qaydaya əsasən bu qaydaya görə bu sualı, demin test topusunda olan bu sualı izahını verək. Deməli, bərabərdir, baxırıq. Burada 6-dır. Amma biz demişik ki, qaydada nə olmalıdır? 2 olmalıdır. Ona görə bu 6-nı 2 vur 3 kimi yazıb və 2-ni saxlayıb 3-ü kökün altına salsaq 9 vur 2, 18 olur. Üstə gəl, yenə 11 çıxılsın. Yəni, bunu kənarda yazıram. 2 kök altında 18. Bu 6 kökdə 2 niyə görə elə oldu? Bunu yazırıq. 2 vur, 3 vur, kök altında 2. 2-ni saxlayıb 3-ü kvadratı yüksəldib kökün altında yazanda olur 2 kökün altında 18. İndi isə bunu davam etsək. Deməli, hansı 2 ədədi vuranda 18 toplayanda 11 eləyər? Əlbəttə ki, 9 ilə 2. Onda yazacaq burada. Kökdə 9 plus kökdə 2. Kökdə 9 çıx kökdə 2. Bu da 3 plus 3 cavab olur 6. Deməli, bunun cavabını tapmış olduq. 6 olur. Kvadratı a-ya bərabər olan ədədə a ədədinin kvadrat kökü deyilir. Mənfi ədədin kvadrat kökü olunur. Başda yenə demişdi onu. Mənfi olmayan ədədin mənfi olmayan kvadrat kökünə bu ədədin hesabı kvadrat kökü deyilir və kök altda a kimi yazılır. Bunu da başda ümumi olaraq demişdi, amma burada
kvadrat kök üçün demiş olduq. Sonra yenə dimin test topusunda olan belə bir sual var. Bunda deməli kök altında 15-in kvadratı üstəgəl kök altında mənfi 10-un kvadratı çıx 7-nin kvadratı çıxılsın kök altında mənfi 12-nin kvadratı. Buradan birincidən 15, ikincidən modulda mənfi 10 çıxır, moduldan da müsbət çıxır. Burada da modul var. Göstər cüt olanda biraz əvvəl dedik ki, moduldan çıxır. Moduldan da onsuz da müsbət olmuş olaraq çıxmış olur. Burada bir şey fikir vermək lazımdır. Deməli, kökün altında əgər bu şəkildə yazılsaydı, kökün altında mənfi olmuş olur. Bunun mənası yoxdur. Buna diqqət eləmək lazımdır. Bir var belə, burada mənfi 10-un kvadratı müsbət eləyir, amma burada ümumi kökün kvadrat olduğu üçün, kökün altında da mənfi yaza bilmədiyim üçün bunun mənası olmamış olur. Buna diqqət etmək lazımdır. İndi yenə ümumi olaraq kökün xassələrini dedik. Kvadrat kökdə də eyni xassələr keçərlidir. Kök altda AB bərabərdir ayrı-ayrı köklərin hasili. Nisbətin kökü ayrı-ayrı köklərin nisbətinə bərabərdir. Və kökün altında A-nın kvadratı olanda isə modul A kimi kökdən çıxmış olur. Bunu da biraz əvvəl əslində izahına vermişdik. İndi burada sual nümunələrinə baxaq. Kvadrat köklərə aid. Deməli, burada modulla çıxır. Modulda olur kökdə 15 çıx 4. Amma bu moduldan necə çıxır? 4 çıx kökdə 15 kimi çıxır. Çünki kökdə 15 çıx 4 yazdıq. Bu mənfidir. Moduldan da mənfi ədəd çıxmaq üçün yerlərini dəyişib çıxartmış olurum. Burada isə, bu sualda isə A böyükdür 0. Yenə biraz əvvəl olduğu kimi burada olacaq 3 çıxılsın A modulda. Çıx A, çıx 3. Bu A 3-dən böyük olduğu üçün mənfi olur. Ona görə bunun qabağına mənfi qoyub çıxardırıq ki, müsbət olsun sonra da. Mənfi 3, üstə gəl A çıx A, çıx 3. Bu da elədir mənfi 6. Yəni, cavab olur Y bəndi. Sonra buradakı sualda da yenə burada modulda x minus 3 üstə gəl modulda x plus 5 bərabərdir. Deməli, 5 ilə 9 arasında olduğu kimi bu müsbət olur. Olur x minus 3. Yenə bu x 5 ilə 9 arasında olduğu kimi bu da müsbətdir. Olur 2x üstə gəl 2. Hansının mənası yoxdur? Deməli, hansının mənası yoxdur? A bəndinin mənası var. Çünki kökün dərəcəsi 3-dür. Mənfi 49 3-cü dərəcədən olur. Bunun mənası var. Burada yenə kökün dərəcəsi mənfi olduğu üçün mənfi 2/4 mənfi 16 edir. Burada mənası olur. Burada mənfi 3 edir mənfi 27. Amma kökün dərəcəsi cüt olduğu üçün bunun mənası yoxdur. Yəni cavab C bəndi. Burada mənfi 7/6 onsuz da dərəcə 3-dür. Burada mənfi də olsa, müsbət də olsa fərqi yoxdur. Mənası olur. Burada 4-cü dərəcədə mənfi 3-ün kvadratı, bu da müsbət 9 edir. Bunda mənası var. Deməli, mənası olmayan C bəndi olmuş olur. Dəyişənin hansı qiymətində 5 çıx 10x ifadəsinin mənası var? Kökün altı mənfi ola bilməz, çünki dərəcə cütdür. Ona görə burada böyük bərabərdə 0 yazırıq. Mənfi x böyük bərabərdə mənfi 5, x də kiçik bərabərdə 2-də 1. O da olur mənfi sonsuzluq 2-də 1. Düzdür, bu bərabərsizlik mövzusunu sualadır, amma kökün dərəcəsi cüt olduğunda bunun mənfi olmamasının izahı üçün burada verdiyimiz sualdır. Kub kökdə kubu A-ya bərabər olan ədədə A ədədinin kub kökü deyilir və 3-cü dərəcədən kök altda A kimi yazılır. Elə burada qeyri-adi bir şey yoxdur. Xas qeyd olaraq A plus B-dən böyüksə, onda kub kökü kök altda A-da 3-cü dərəcədən kök altda B-dən böyük olmuş olur. Burada da 7 böyükdür, B böyükdür, mənfi 2 olduğu üçün bunların kub kökləri də elə eyni ardıcılıqla getmiş olur. Yəni, bunlar elə eyni güclü bərabərsizlik olmuş olur. İndi gəlirik həqiqi üstü qüvvət. Həqiqi üstü qüvvət nə deyilir? Burada n-ci dərəcədən A üstü M bərabərdir A üstü N-də M bərabərliyi yazırıqsa, burada mütləq A böyükdür 0 olmalıdır. Əgər bunu bu şəkildə yazacaqsa, A böyükdür 0, M daxildir Z, tam ədəd, N də daxildir natural. Onsuz kökün dərəcəsi həmişə demişik natural ədəd olur və 2-dən böyük və ya bərabər olan bütün natural ədədlər.
n bölən kəsr ədədi olan hal üçün doğru olduğunu qəbul etsək, tam üstü qüvvət üçün doğru olan bütün xassələr elə bu əsası müsbət olan kəsr üstü qüvvət üçün də ödənilmiş olur. Deməli, həqiqi üstü qüvvət nə deyilir? A üstü n böl n ədədinə həqiqi üstü qüvvət deyilir. Amma burada yenə dediyimiz kimi A müsbət ədəd olmalıdır və n bölən kəsr ədəd olarsa A mütləq müsbət olacaq. Çünki mənfi ədədin kəsr üstü qüvvətinə baxılmır. Onda onun mənası olmur. Çünki mənası olmur onda. Deməli, niyə görə mənası olmur? Onu da burada məsələn izah edə bilərik. Tutaq ki, mənfi 3-dür yazmışam. Tutaq ki, 3-də 1. Bunun dərəcəsi, bu 3-də 1-in sürət məxrəcini 2-yə vursaq, mənfi 3-də olur 6-da 2. Bunu da biz yaza bilərik. Mənfi 3-də 2, üstü 6-da 1. Mənfi 3-də 2 olur 9, üstü 6-da 1. Bu isə bilirik ki, müsbət ədəd. Halbuki burada mənfi idi. Mənfi 3-də 1 mənfi ədəd. Amma burada olub 6-cı dərəcədən kök 6-cı dərəcədən bunu yaza bilərik. 6-cı dərəcədən kökdə 9. Bu isə 3-cü dərəcədən mənfi 3 olmuş olur. Və bunun mənası olmamış olur. Bununla qarışdırmamaq lazımdır. Mənfi 3-də 1, daha doğrusu bunu bu şəkildə yazmaq olmaz. Yəni, mənfi 3-dür. Burada tutaq kökün altına belə bir şey yazırıqsa, bu mənfi 3-dür, 3-də 1 deyil. Bu buna bərabər deyil. Bunu qarışdırmamaq lazımdır. Bunun mənası var, amma bunun mənası yoxdur. Bunlar fərqlidir. Çünki əslində bunu biz bu şəkildə yaza bilərdik. Mənfi 3-dür, mötərizəsiz yazmaq olar. Çünki bu mənfi 1 vur 3-də 1-dir. Amma burada mötərizəsiz yazanda bu artıq dediyimiz kimi mənfi ədədin kəsr üstü qüvvətinə baxılmır. Burada gəlib çıxdı buna. Bu şəkildə əgər kəsrin qüvvət üstünün kəsirdə, qüvvət üstü kəsr ədədin sürət məxrəcini 2-yə vurduğumuz zaman gəlib belə bir ədəd alınmış olur. Halbuki bu mənfi olduğu halda burada müsbət olmuş oldu. Ona görə bunun mənası olmamış oldu. Deməli, burada diqqətli olmaq lazımdır. 3-cü dərəcədən kök altına mənfi 3 bərabər deyil mənfi 3-də 1-ə. Bu bərabərdə bu şəkildə yazmaq olar. Mənfi 1 vur 3-də 1. Burada diqqətli olmaq lazımdır. Yəni, mənfi ədədin kəsr üstü qüvvətinə baxılmır. Onun mənası yoxdur. Burada da mənfi 4-2-də 1 mənası yoxdur. Bunu bu şəkildə yazmaq olar. Burada problem yoxdur. Bu nə deməkdir? Mənfi 1 vur 4-2-də 1. Bu da neyinir? Mənfi 2. Amma mötərizədə yazsaq, onun mənası olmamış olur. Bu kök altda 4 eləyir. Kök altda 4-dən də 2 çıxır. Qabağında da mənfi olsun olur mənfi 2. Deməli, həqiqi üstü qüvvət verilən zaman, həqiqi üstü qüvvət isə orada biz deyirik ki, mənfi ədədin kəsr üstü qüvvətinə baxılmır və onun mənası olmur. Burada da gördüyümüz kimi misallarla göstərmişik. Deməli, mənfi 7-5-də 1 mənası yoxdur. Mənfi 15-4-də 3 mənası yoxdur. 0 olanda kəsr qüvvət ola bilər, amma müsbət. Amma burada da mənfi olanda olmur. Çünki bu nə olur? 1 böl 0 üstü 3-də 2 olur. Bu da 1 böl 0 olmuş olur. Biz demişik sıra bölmə yoxdur. Ona görə 0-dırsa əgər, 0-ın da üstü mənfi ola bilməz. 0-ın üstü mənfi kəsir ola bilməz. Amma müsbət isə 0-ın üstü müsbət kəsir ola bilər, amma mənfi kəsir ola bilməz. Burada da diqqətli olmaq lazımdır. İndi tam üstü qüvvətin xassələrindən biz bunları bilirdik. Ona görə həqiqi üstü qüvvətin xassələrdə elə tam üstü qüvvətin xassələrindən üstə düşür. Amma nə olmalıdır? Əsas, yenə dediyimiz kimi, A böyükdür 0. Yəni, əsas həmişə müsbət olmalıdır. Mənfi ola bilməz. A üstü mənfi P 1 bölüb A üstü P. Bunu tam üstü qüvvətin xassələrini keçərkən orada demişdik. Eyni xassələr burada da keçərlidir. Əsaslar eyni olanda əsas olduğu kimi qalır. Qüvvət üstləri toplanır. Qüvvətin qüvvəti olanda qüvvət üstləri bir-birinə vurulur. Burada da gördüyümüz kimi nümunələrlə göstərmişik. Sonra A B üstü P olduqda A üstü B vurulsun B üstü P ayrı-ayrıda qüvvətlərin hasil olmuş olur. Bunu bu şəkildə hesablaya bilirik.
Mənfi olanda 1 böl A üstü P. Burada da nümunədə misalda görürsünüz. Mənfi 0.5. 1 böl 36 üstü 0.5. 36'nı da 6'nın kvadratı kimi yazanda 6'da 1 alırıq. A üstü 0 bərabərdir 1. 2 üstü 13 üstü 0 1. Böləndə qüvvətin əsas olduğu kimi qalır. Qüvvət üstləri çıxılır. Burada da misalda gördüyümüz kimi. Sonra qüvvət üstə əsaslar fərqli olanda qüvvət üstəyini olduqda onları ayrı-ayrı qüvvətlər nisbəti kimi yazmış oluruq. Burada da misalda görürük. Burada yəni burada P2 istənilən rasionel ədəd ola bilər. Mənfi də ola bilər, müsbət də ola bilər. Amma A və B mütləq nə olmalıdır? Müsbət olmalıdır. İndi dibin test topusunda belə bir sual var. Bu sualın izahını verək. Deməli, birinci nə edirik? Bu A-nı kök 4-cü dərəcədən kökün altı olan kökün altında yazırıq. Deməli, 4-cü dərəcədən A üstü 4 vurulsun A. Dərəcə 4 olduğu üçün 4-cü dərəcənin qüvvəti yüksədib kökün altında yazırıq. A 8. Sonra burada kökün kök xassəsinə görə kökün dərəcəsi 2 burada 4 olduğu üçün vurulur. Olur 8-ci dərəcədən A üstü 5 vur 8-ci dərəcədən kök altda A. Burada dərəcələr eyni olduğu üçün bir kökün altında yaza bilərik. A üstü 5 vurulsun A. Bu da nə olur? 8-ci dərəcədən A üstü 6. Bu da nə olur? A üstü dərəcə 8, burada 6. Hər ikisi 2 ixtisar olduğu üçün kökün əsas xassəsinə görə yaza bilərik. 4-cü dərəcədən A üstü 3. Bunu da A üstü 4-də 3 kimi yazmaq olar. Yəni cavab olur B bəndi. Dibin test topusunda olan suallardan biriydi. Yine burada dibin test topusunda olan suallardan belə bir sual var. Bunun da qiymətini hesablayın. Deməli, bunu hesablamaqdan ötürü yuxarıda 3/6'da 1'i mötərizə xaricinə çıxarsaq, 3/6'da 1'i mötərizə xaricinə çıxarsaq, içəridə nə qalacaq? 3/6'da 2 üstə gəl 1 bölünsün 3/3'də 1 üstə gəl 1 çıxılsın 1. Bu isə öz növbəsində bilirik ki, burada 3/6'da 2 ilə 3/3'də 1 deməkdir. Ona görə bunlar ixtisar gedir. Qalır 3/6'da 1 çıxılsın 1. 3/6'da 1 üstə gəl 1 çıxılsın 3/3'də 1. Bu da müxtəsər mod üstünə görə A çıx B, A plus B. Bunları vuranda üstlər toplanır. Altda 1 ilə altda 1'i toplayanda 6/2 çıxılsın 1. Çıxılsın 3/3'də 1. Bu da 3/6'da 2 ilə bunlar da eyni ədəd olduğu üçün qalır cavab -1. Yəni C bəndi -1. Yenə demin test topusunda olan suallardan biridir. A çıx 1/3'də 2'dir. Bunun nə vaxt mənası olar? Burada gördüyümüz kimi həllində yazmışıq. Əsas nə olmalıdır? Böyük bərabərdir 0. Biraz əvvəl həqiqi üstü qüvvətinin tərifini deyərkən dedi ki, mənfi ədədin kəsr üstü qüvvətinə baxılmır. Ona görə A çıx 1 böyük bərabərdir 0. Bu da A böyük bərabərdir 1. 1 müsbət sonsuzluq. İkincisi isə üstü mənfi kəsr olduğu üçün burada 0 da ola bilməz. Çünki 0 üstü -3'də 1 olmaz. Biraz əvvəl demişdik. 1 böl 0 üstü 3'də 1 olur. Bu da 1 böl 0 alınır. Ona görə bu ola bilməz. Ona görə burada böyükdür 0 yazırıq. Bərabər götürmürük. Bu da 1 müsbət sonsuzluq. Üçüncüdə isə kökün dərəcəsi 3 olduğu üçün burada istənilən ədəd ola bilər. Onsuz da A çıx 1'in kvadratı yenə müsbət olur. Amma müsbət olmasa belə kökün dərəcəsi 3 olduğu üçün istənilən ədəd ola bilər kökün altında. Ona görə bir də olur B, Y, ən kiçik tam ədəd 1'dir. İkincidə olur C, D, ən kiçik tam ədəd 1'dən böyük 2 alır. Ona görə C'də 3'də isə nə olur? A bəndi olmuş olur. Yenə demin test topusunda olan suallardan bir dənəsi verilib burada. Deməli, bunu da necə həll edirik? Bu ifadəni sadələşdirir. Birincisi, kök altında x yazırıq olduğu kimi. 1 çıx x, burada isə bunu da olduğu kimi saxlayırıq. Bu mənfini kəsrin məxrəcinə vursaq, burada olar üstə gəl. Aşağıda isə olar 1 çıx x. Sonra bölmə olduğu üçün bunu vurmaya çevirib
1 çıx kökdə x yuxarıda, 4 böl kökdə x isə məxrəcdə yazırıq. Bu isə bərabərdir. Ortaq məxrəc 1 çıx x çıxan zaman burada olur kökdə x üstə gəl x vurulsun. 1 çıx kökdə x, bu da 4 kökdə x. Bu da bərabərdir. Buradan kökdə x-i mötərizə xaricinə çıxarsaq 1 plus kökdə x 1 çıx kökdə x vurma olduğu üçün vurur. Burada 1 çıx x vurulsun 4 kökdə x. Burada kökdə x-lar ixtisar gedir. Bərabərdir. 1 plus kökdə x-dən 1 çıx kökdə x-i vuranda 1 çıx x. Aşağıda da 1 çıx x vurulsun 4. Burada isə 1 çıx x-lar ixtisar gedir. Qalır cavab 4-də 1. Yəni bunun həllini bunu sadələşdirib cavabı 4-də 1 almış oluruq. Güvən nəşrlərində olan suallardan bir dənəsi burada verilib. Bunu uyğunluq sualıdır. Necə yazırıq? Deməli, birinci bu x-i yazırıq bu kökün altına salan zaman burada 3-cü dərəcədən olur x kub vurulsun x kvadrat. Vurulsun bir də kök altında x. Bu da bərabərdir. Dərəcə 2 burada 3 olduğu üçün olur 6-cı dərəcədən x-dir 5 kök altında x. Bu da bərabərdir 6-cı dərəcədən. Sonra isə x-dir 5-i təkrar ikinci kökün altına salsaq, dərəcə 2 olduğu üçün olur x-dir 10, x-dir 5-in kvadratı olsun x. Bu da bərabərdir 6 vur 2, 12, x-dir 11. Bunu da yazırıq x-dir 12-də 11. Yəni cavab olur Y bəndi. İndi digər ikisini isə özünüz baxaraq, bu nümunəyə baxaraq özünüz yaza bilərsiniz. Yenə belə bir sual var. Deməli, bu ifadəni sadələşdirin deyir. Deməli, bu kökün altında mənfi yazsaq, x kvadrat üstə gəl, 2x üstə gəl 1. Üstə gəl 2x plus 4. Bunu da necə yaza bilərik? Mənfi x plus 1-in kvadratı. Üstə gəlsin 2x plus 4. Bu x plus 1-in kvadratı qabağında da mənfi olduğu üçün, bu hər zaman mənfi olduğu üçün bu yalnız bir halda ola bilər. O da x plus 1 0 olanda. X də burada nəyə bərabərdir? Mənfi 1. Deməli, burası 0 olduğu üçün 0, x-in yenə mənfi 1 qoyduğumuz zaman 2 vur mənfi 1 üstə gəl 4. Buradan da cavab alırıq 2. Yəni doğru cavab olur D bəndi. Çünki bu həmişə müsbətdir. Bunu yalnız bir halda ödənə bilər. Kökün dərəcəsi 2 olduğu üçün kökün altı mənfi ola bilməz. Ona görə bir halda ödənilir. O da x plus 1 0. Yəni 0 olanda mənfi 0 ilə 0 deməkdir. Onda o da x mənfi 1 olanda olur. X-in yenə mənfi 1 qoysa burası 0 olmuş olur. Və burada da x-in yenə mənfi 1 qoyub bu ifadəni sadələşdirmiş oluruq. İndi irrasional ədədləri müqayisə etməkdən ötürü ən yaxşı variant bunları nə etmək lazımdır? Kvadratı yüksəltmək lazımdır. Burada da nümunədə gördüyümüz kimi bax, hər tərəfin kvadratı yüksəltmişik müxtəsər olma düsturuna görə. Almışıq ən sonda 30 plus 2 kök altı 209, B kvadrat olub 32 kök altına 204, C kvadrat olub 30 üstə gəl 2 kök altına 189. Hamısında 30, 30, 30 və kökün qabağında da əmsal 2, 2, 2-dir. Amma 209, 204, 200, 189. Yəni biz bunları müqayisə eləməliyik. Burada da C kvadrat kök altı 189 olduğu üçün deməli C kiçikdir. Nədən? B-dən, o da kiçikdir. Nə almış oluruq? A almış oluruq. Və yaxud da A böyükdür B, böyükdür C və yaxud da bu şəkildə cavabı almış oluruq. Yəni bu şəkildə irrasional ədədləri müqayisə eləməkdən ötürü kvadratı yüksəldib müqayisə etmək daha məqsədə uyğundur. Yenə dimin test topusunda olan suallardan birisidir. Burada yazırıq, yuxarını yaza bilərik. Bunu ixtisar edin yazın. Müxtəsər maddəsinə görə kökdə A çıx 1, kökdə A plus 1 kimi yaza bilərik. Aşağı isə kökdə A çıx 1-in kvadratıdır. Yəni biz bunu kvadratı yüksəltsək, kökdə A-nın kvadratı edir A, çıx 2 kök altda A, üstə gəl mənfi 1-in kvadratı olaydı müsbət 1. Bu da nə olur? Kökdə A çıx 1-dən kökdə A çıx 1 gedir, qalır
kökdə a plus 1, aşağıda kökdə a minus 1. Yəni cavab olur Y bəndi. Burada isə biraz əvvəl dediyimiz misal nümunələri var idi orada. Hasili 3, cəmi 4 eləyən 3 ilə 1-dir. Ona görə burada olur kökdə 3 plus 1. Burada isə yenə kökdə 3 minus 1 çıxır. Əslində moduldan çıxartmalıydı bunlara. Yəni moduldan çıxartmalıydı. Burada nə olur? Kökdə 3 üstə gəl 1. Bu ikisi də müsbət olduğu üçün elə olduğu kimi çıxır. İkisi də kökdə 3 plus 1. Bu da cavab olur 2. Şimdi burada 3-cü sualda kökdə 13 çıxılsın a bərabərdir 8 çıxılsın. Kök altında 6 plus a. Bunu sola keçirdiyimiz zaman kök altında 6 plus a-nı sola keçirir və hər tərəfi kvadrata yüksəltdiyimiz zaman a plus b müxtəsər modüsünün köməyi ilə alınır a 13 çıx a. 2 kök altında bunların hasılı üstə gəl 6 plus a bərabərdir 64. Buradan da 2 vurulsun kök altında 13 minus a vurulsun a plus 6 bərabərdir 64 çıxsa 19 45. Buradan da 13 çıx a 6 plus a bərabərdir 22 onda 5. Burada isə kökün dərəcələri eyni olduğu üçün bu ikisini bir kökün altına yazıb məxrəcin qoşmasına vursaq, yəni 4 plus kökdə 15-ə vursaq, alırıq ki, burada yuxarıda 4 plus kökdə 15-in kvadratı, aşağıda isə 16 çıx 15 1. Bu da moduldan 4 plus kökdə 15 çıxılsın kökdə 15. Müsbət olduğu üçün ilə moduldan da olduğu kimi çıxır. 4 plus kökdə 15 çıxılsın kökdə 15. Bunlar da İslah olur, cavab qalır 4, yəni A bəndi cavab oldu 4. Burada isə 2020-ci ildə birinci qrupa qəbuluna düşən sualdır. Deməli, bunu necə yazırıq? Bərabərdir yazırıq. Birinci kökün altından 2-ni mötərizə xaricinə çıxarsaq, 2 vurulsun x plus 3. İkincidə isə ikinci kökün altı 4-ü mötərizə xaricinə çıxarsaq, 3 minus x alarıq. Üstə gəl 12x bölünsün x minus 1. Burada biz bilirik ki, kökün altı dərəcə 2 olduğu üçün müsbət olmalıdır. Yəni, x çıx 3 də böyük bərabərdir 0, 3 minus x də böyük bərabərdir 0. Buradan alır ki, x böyük bərabərdir 3, x kiçik bərabərdir 3. Bu isə halı ödən bir dənə x 3 ədədi var. Başqa heç bir halda bu doğru deyil. Ona görə buradan da x-in yenə biz 3 olsa, bu kökün altı mənası olar. 3 qoyan zaman isə birinci kök olur 0, 3 çıx 3 0, ikinci kök olur 0, burada isə 12 vur 3 yazsaq, aşağıda 3 minus 1. Bu da 36 böl 2, cavab olur 18. Yəni cavabı almış olduq 18. Burada yenə 2020-ci ildə birinci qrupa düşən sualdır. Bunu isə a bölü b bərabərdir 4-də 1. Buradan b-nin yerinə 4a yazsaq, çarpaz vuranda b bərabərdir 4a. Və gətir burada yerinə qoysaq, deməli, a üstə gəl, 2 vur 4a, çıxılsın, 4a çıx 3a, aşağıda isə olacaq, deməli, 4a üstə gəl 3 vur 4a, üstə gəl 13a çıxılsın 4a. Bu deyir a plus 8 ayrı 9a, 4a çıx 3 ayrı kök altında a, 4a plus 12a, 13a çıx 4a ilə kök altında 9a. Bu deyir 3 kök altında a çıx kökdə a, 4 kök altında a, üstə gəl 3 kök altında a. Bu da eləyir 3a çıx elə 2 kök altında a. Bu da 4 plus 3 7 kök altında a. Burada kök altında alır içəri gedir, qalır 7-də 2. Cavab oldu 7-də 2. C bəndi. Yenə burada 2022-ci il ikinci qrupa düşən sual var. Deməli, kökdə 3 çıx 2 və kökdə 7 plus 1 aralığında olan neçə tam ədəd var? Kökdə 3-dən biri 2 təqribən 1,7 çıxır. 1,7-dən də 2 çıxanda bu deyilik təqribən mənfi 0,3 təqribən.
Köklədikdən isə təqribən 2 tam neçəsə çıxır. Bu dedik təqribən 2 tam onda deyək ki 4 üstə gəl 1, bu da 3 onda 4. Təqribən deyək ki 3 onda 4. Təqribən deyirik, dəqiq deyil. Bunu da əgər tam bu aralığa düşən tam ədədlər deyilsə, deməli bu arada var 0, mənfi 0 tam təqribən 3 dedik. 0 var, 1 var, 2 var, 3 var. Yəni bu 3-dən böyük olduğu üçün 3-ə qədər gəlir. Bu isə mənfi 1-dən kiçik olduğu üçün, mənfi 1-dən sağda, daha doğrusu mənfi 1-dən böyük olduğu üçün və yaxud da 0-dan kiçik olduğu üçün bu arada 0-dan başlayaraq tam ədədlər başlayır. 0, 1, 2, 3, yəni 4 dənə tam ədəd yerləşmiş olur. Və yenə burada 2018-ci il 1-ci qrupun qəbuluna düşən sualdır. Deyib, bu ifadənin qiymətini hesablayın. Deməli, biz burada nə edirik? Birinci olaraq, burada dərəcə 2-dir, burada 3-dür. Bunların dərəcələrini eyniləşdiririk. 2 ilə 3-ə əkub 6 olduğu üçün burada yazırıq deməli. 6 oldu 2, 3, 6-cı dərəcədən 8 plus 4 köklü üçün yazırıq kubu. Vurulsun burada da 6-cı dərəcədən yazıram. 2 çıx kökdə 3'dür. Daha doğrusu burada 2'yə vurduq. 6'ya burada da olur 2. Deməli 6-dan 3 çıxsa 2 qaldı. 6-dan 2 çıxsa 3 qaldı. Bunu da yazıram 6-cı dərəcədən 2 plus kökdə 3. İndi nə edirik? Bunların hamısı bir kökün altında yaza bilərik. Çünki hamısının dərəcəsi 6 oldu. Və buradan 4'ü mötərizə xaricine çıxarsaq 4'ün kubu qalır burada 2 plus kökdə 3'ün kubu 2 çıx kökdə 3'ün kvadratı. Bu aşağıda qalırsa 2 plus kökdə 3. Və buradan nə edirik? Buradan isə alırıq ki 6-cı dərəcədən 4'ün kubu edir 64. Buradan da bir dənəsi 2 plus kökdə 3'ün kubu 2 plus kökdə 3. Biri gedir qalır elə nə? 2 plus kökdə 3'ün kvadratı vurulsun 2 minus kökdə 3'ün kvadratı. Bunu da yazırıq. Deməli, bərabərdir 64. 6-cı dərəcənin kök altı 64'dən 2 çıxır. Və yaxud da belə də yaza bilərik. 6, 2 üstə 6. Bunu da yaza bilərik. 2 plus kökdə 3, 2 minus kökdə 3. Ümumi bunun ikisinin kvadratı şəklində yaza bilərik. 6-cı dərəcədən 2 üstə 6'dan kök çıxır 2. Bunları isə vuranda 2 plus kökdə 3, 2 minus kökdə 3 olur 4 çıx 3, bunda kvadrat. Bu da elə cavab qalır 1, 1'in kvadratda 1 ilə cavab olur 2. Yəni A bəndi cavab oldu 2. 2018-ci ildə 1-ci qrupun qəbuluna düşən sualdır. Və nəhayət 2025-ci il qəbuluna düşən sual. Bunu da biraz əvvəl qayda dedik ki, deməli burada baxırıq. Toplayanda burada B plus 5, vuranda isə burada kökün altında olmalıdır 5B. Amma burada kök altında 20B olub. Onun üçün də biz bunu biraz əvvəl dediyimiz qaydaya görə B plus 5, bunu 20'ni yazırıq 4 vur 5 kimi. Və o da olur 2 kök altında 5B. 20'ni 4 vur 5 kimi, o 20'dən 4'dən də 2 çıxır. Və burada görürük ki, toplayanda bu ikisinin cəmi, vuranda isə kök altı 5B olmalıdır. O da elə B ilə 5'in özüdür. Ona görə burada yazırıq kökdə B. Ona görə burada çıxma qoyuruq. İndi B də 5'dən böyük olduğu üçün bu modun içərisi müsbət olmuş olur. Yəni burada B-nin yerinə biz 5 qoysaq, kökdə 5, kökdə 6 və s. B 5'dən böyük olduğu üçün bu elə müsbət olur. Müsbət olduğu üçün də moduldan olduğu kimi çıxır. Qabağındakı mənfini nəzərə alsaq, kökdə 5. Bu da kökdə B-lər islah olur. Qalır cavab kökdə 5. Yəni D bəndi cavab kökdə 5. Və burada yenə qəbula düşən sual. Bunu da hesablamaqdan ötürü yazırıq kökdə 5 çıxılsın. Bunun hansının böyük, hansı müsbət olduğunu bilməkdən ötürü
ən yaxşısı bunu kökün altına qaytarıb yazmaq lazımdır. Bu da olur kök altında 5 tam %29 modulda yenə yazırıq. Kökdə 5 çıxılsın. Bunun da kvadratı üzərində kök altında 4 tam %84. Artıq deməli 5 tam %29 5-dən böyük olduğu üçün deməli bu modun içərisi mənfidir. Mənfi olduğu üçün qabağına mənfi qoyub yazırıq. Kökdə 5 çıx 2 onda 3. İkinci isə 4 tam %84-dən böyük olduğu üçün elə olduğu kimi çıxır. 4 kökdə 5 çıxılsın 2 tam onda 2. Bu da bərabərdir. Deməli bunu da mötərizəni açanda mənfi kökdə 5 plus 2 tam onda 3 plus kökdə 5 çıx 2 tam onda 2. Kökdə 5-də burada mənfi müsbət islah olur. Qalır 2 onda 3 çıxılsın 2 tam onda 2. O deyilir 0 tam onda 1. Yəni cavab olur Y bəndi 0 onda 1. Və beləcə dərsimizin sonuna gəlib çatmış olduq. Hər birinizə təşəkkür edirik. Diqqətlə, səbirlə sona qədər dinlədiyiniz üçün. Və sonda sizdən bir xahişimiz var. Kanala abunə olaraq bizə dəstək ola bilərsiniz. Hər birinizə təşəkkür edirəm. Sağ olun. Allah amanında.